Timnaz Sultanova saçlarını itirməsi səbəbindən müalicəni yarımçıq dayandırıb. Demokratas xəbər verir ki, bu açıqlama aktrisanın həkimi tərəfindən qatıldığı televiziya verilişində səsləndirilib. Həkimin sözlərinə görə Timnaz Sultanova 3 kurs kimyoterapiya müalicəsi aldıqdan sonra saç və qaş tökülməsi ilə üzləşib. Bu vəziyyət aktrisaya psixoloji cəhətdən ciddi təsir göstərib. Məhz xarici görünüşündə yaranan dəyişiklik səbəbindən Timnaz Sultanova müalicəni davam etdirməkdən imtina edib. Açıqlama müzakirələrə səbəb olub və sosial şəbəkələrdə geniş maraq doğurub.